Saxara səhrası planetin ən böyük ekvatorial meşəsini yaşamağa kömək edir. Səhranın sahəsi 9 milyon kvadrat kilometr ərazini əhatə edir ki, beləliklə ABŞ-dən daha böyükdür. O, genişlənməkdə davam edir və bəzi bölgələrinə ildə 10 mm-dən də az yağış düşür. Hər il 182 milyon ton səhraya məxsus toz güclü küləklər vasitəsilə Atlantik okeanından 4000 kilometrdən çox məsafə qət edərək Cənubi Amerikaya daşınır. NASA-nın peşləri bu nəhəng toz buludunu izləyir. Bu tozun tərkibində Amazon meşəsi üçün vacib olan əsas qida maddələrindən biri fosfor var. Amazon torpağı təbii olaraq fosfor baxımından kasıbdır və yağışlar yuyub aparır. Hər il Sahara səhrasından gələn təxminən 22 min ton fosfor meşənin itirdiyi fosforu demək olar ki, tam bərpa edir. Bu uzun məsafəli təbii toz daşıma sistemi olmasa, Amazon meşəsi yaşaya bilməzdi. Bu yer ekosistemlərinin düşündüyümüzdən daha çox bir-biri ilə bağlı olduğunu xatırladan güclü bir nümunədir.